Salam dəyərli həmvətənlər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Bir tərəfim qurusa da yenə də sizə bu maraqlı xəbərləri çatdırmağı özümə borc bildim. Sizdən isə istəyim odur ki, videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi paylaşın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Qarabağın düşərgəsində yeni futbolcu. Qarabağın qapıçıları gedir. Əsas qapıçı kim olacaq? Bu arada da artıq aydınlıq gəlib. Bir sıra olduqca maraqlı transfer və ayrılıq xəbərlərlə yanaşı milli komandalarımızdan da, həmçinin Türkiyə millisinin dünya çempionatında vəsiqə qazanmaq şanslarından da və sairə maraqlı xəbərləri sizin nəzərinizdə çatdıracağım dəyərli dostlar. Sona qədər izləməyi tövsiyə edirəm. Mən vaxt itirmədən xəbərlərə keçəcəm. Ondan öncə hər birinizdən olduqca vacib xahişim var. Dəyərli izləyicilər, bildiyiniz kimi Hülyar balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirəm. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, havayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bu çağırışımızı eşidib bizə dəstəyinizi əsirgəməyəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Allah kömək olanın hər kəsə kömək olsun. İndi isə xəbərlərə keçirelim. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdim. Qarabağ komandası yeni transfer edib. Heyətində artıq yeni bir adı var. Bu barədə bir qədər sonra məlumat verəcəm. Ondan öncə sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Qarabağ komandasının qapıçısı Kohalski gedir. Kohalski hara gedir? Bu barədə məlumat verəcəm. Ondan öncə Kohalskinin Porsche mətbuatına verdiyi açıqlamanı sizin nəzərinizə çatdırmaq istəyirəm. Dəyərli dostlar, Kohalski bildirib ki, qış transfer pəncərəsində Varazdin klubundan rəsmi təklif alsa da Qarabağ bu transferin reallaşmasına mane olub. Daha sonra Amerika MLS-sindən təklif alıb, amma orada özü getmək istəməyib. Çünki fikirləşib ki, daha yüksək liqalarda Avropada çıxış etmək istəyir. Xüsusilə də İngiltərə Premyer Liqasına çıxış etmək istəyir, amma bildirib ki, o hər hansı klubda ikinci ya üçüncü qapıcı olmaq niyyətində deyil, əsas qapıcı kimi, bir nömrə kimi çıxış etmək niyyətindədir. Bunun üçün də hələ də gözləyir və seçimlər edir. Amma o həmçinin Bakıda ailəsi üçün darıxdığını, bir də Bakının səs-küyündən şikayətlənib və ümumiyyətlə danışıqlarından hiss olunur ki, o Qarabağdan bu gün belə ayrılmaq istəyir. Xüsusilə nəzərə alsaq ki, Qarabağ Azərbaycan çempionu olmayacaq, çox güman ki, onda təbii ki, Çempionlar Liqasında çıxış etmək istəyən Kohalski 100% Qarabağdan gedəcək. O bildirib ki, Napoli ilə oyunda məğlub olsalar da həmin oyunda göstərdiyi performansla diqqət çəkib və Napoli tərəfi onu izləyəcəklərini bildirib. Bu isə ona motivasiya verir. Həmçinin qeyd etməliyəm ki, Polşanın Lech komandası da məhz Mateusz Kohalskini transfer etmək istəyir ki, Çempionlar Liqasında vəsiqə qazana bilər Lech komandası. Ona görə də Mateuszun oraya getmək ehtimalı da yüksəkdir. Ümumilikdə Mateuszun Qarabağla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Amma yaxşı təzminat qarşılığında Qarabağ Mateusz Kohalskini buraxacaq. Onunla yanaşı Fabian Buntic'in də müqaviləsi 2027-ci ilin yayına qədərdir. Amma Qarabağ komandası Fabian Buntic'in performansından razı deyil və ona özünə klub tapmasını tövsiyə edib. Ona görə də yayda Fabian Buntic'in də Qarabağdan ayrılacağı gözlənilir. Əgər bu iki qapıcı, düzdür, Mateusz Kohalski Qarabağ bir illik əlavə müqavilə təklif edib, amma Mateusz Kohalski bunu qəbul etməyəcək çox güman ki və çox güman ki, bu iki qapıcı Qarabağdan ayrılacaq. Belə olduqda Şəhrüddin Məhəmmədəliyev məsələsi gündəmə gəlir. Şəhrüddin Məhəmmədəliyevin yayda müqaviləsi başa çatır. Daha əvvəl aldığımız məlumata görə Qarabağ bu qapıcı ilə müqaviləni uzatmaq niyyətində deyildi. İndi isə vəziyyət belə deyil, 360 dərəcə yox, 180 dərəcə dəyişib dəyərli olsa, tam əksini dəyişib. Çünki
Artıq Şahrüddin Qarabağın əsas qapıçısı ola bilər. Əgər Fabian Buntic gedərsə, Mateusz Kuchalski gedərsə, o zaman Şahrüddin Məhəmmədəliyev əsas qapıçı kimi Qarabağda yoluna davam edəcək və onunla müqavilə uzadılacaq. Zədədən yeni qayıdır, bir illik müqavilə boşa gedib. Qarabağ komandası hər halda yeni müqavilə bağlasa, onun vəziyyətini dəyərləndirəcək. Eyni zamanda qeyd edim ki, Andrey Sinenko da yayda Qarabağa keçəcək böyük ehtimalla. İmişlinin qapıçısı 10 oyunda qapısını toxunulmaz saxlamaqla Qarabağın da diqqətini çəkib. Qarabağ komandası hətta bu qapıçı İrəvan komandasında çıxış edərkən bu qapıçını izləməyə başlayıb. Amma bu qapıçını əsas qapıçı kimi yox, ikinci və ya üçüncü qapıçı kimi öz düşərgəsinə gətirmək istəyir. Qapıçı da razıdır, meneceri də razıdır aldığımız məlumata görə və bu qapıçının Qarabağa keçəcəyi gözlənilir. Sizcə Şahrüddin Məhəmmədəliyev Qarabağda əsas qapıçı kimi fayda verə bilərmi, yoxsa Qarabağ başqa qapıçı da axtarmalıdır? Eyni zamanda qeyd edim ki, yəni Qarabağ sırf Şahrüddinə arxayın olmayacaq, çünki Şahrüddinin tez-tez zədələnməsi var. Başqa bir qapıçı da axtarışında olacaq ki, əsas qapıçı mövqeyində rəqabət olsun. Sizcə Fabian Buntic, Şahrüddin Məhəmmədəliyev, Mateusz Kuchalski hansı Qarabağa daha çox fayda verə bilər, hansı qalmalıdır, hansı getməlidir və yaxud Andrey Sinenko Qarabağa gəlməlidirmi? Bu barədə fikirlərinizi yazın. Mən isə digər xəbərlərə keçid alalım. Dəyərli dostlar, Qarabağ komandasının transfer edəcəyini bildirmişdik, hansı ki Jale Muaddibi transfer edəcəyini və artıq bizə məlumdur ki, Qarabağla Jale Muaddib arasında qeyri-rəsmi müqavilə imzalanır və yaxud ilkin müqavilə adlandırmaq olar bunu. 3+1 şərti ilə 4 illik müqavilə imzalanacaq iyun ayının 1-də. Mayın 31-də məhz bu futbolçunun Omonia komandası ilə, Kipr komandası ilə müqaviləsi başa çatacaq və iyun ayının 1-də Qarabağın düşərgəsinə gələcək. Qarabağ komandasının yola salmaq istədiyi futbolçu Sami Emaminin elçiləri var. Onun qardaşının çıxış etdiyi Omonia Nikosya komandası, məsələn, məhz Ryan Emamenin çıxış etdiyi Omonia Nikosya komandası Sami Emameni də düşərgəsinə dəvət etmək istəyir. Ryan Emame hal-hazırda Omonia Nikosyanın əsas futbolçularından biridir. Həmçinin qeyd edim ki, Sami Emamenin daha bir qardaşı Sarpsborg 08 komandasında 03-dür, 08-dirsə orada çıxış edir dəyərli dostlar və Sarpsborg komandasında məhz Qarabağdan Chris Kouakunu transfer etmişdi bildiyiniz kimi. Sami Emameni də öz sıralarına qata bilər həmçinin Sarpsborg komandası. Bunu da sizin nəzərinizə çatdırmış olum. Qeyd edim ki, Sami Emame Dinamo Zaqrebə məxsus futbolçudur. İcara əsasında Qarabağda çıxış edir. Mövsümün sonuna qədər Qarabağla icarə müqaviləsi var. Amma Qarabağ indidən futbolçunu göndərmək və əlavə maaş xərcləmək istəmir. Ona görə də Sami Emaminin yaxın günlərdə başqa kluba keçəcəyi gözləniləndir. Qarabağın düşərgəsində yeni futbolçu, əsas ekskluziv xəbər bax budur. Amerikada, demək Colorado ştatında yaşayan Azərbaycanlı, elə futbolun sirlərinə də Amerikada yiyələnib. 21 yaşlı bu gənc futbolçu Qarabağın düşərgəsindədir və hələ ki əvəzedici heyətdə top qovacaq və özünü yaxşı tərəfdən göstərərsə əsas heyətə cəlb olunacaq. 21 yaşlı bu futbolçunun fiziki göstəriciləri kifayət qədər yaxşıdır. Qalır özünü taktiki cəhətdən Qurban Qurbanova sübut edə bilsin və daha sonra onu əsas heyətdə də görə bilərik. Ümumiyyətlə, Qarabağ komandası görünür ki, gələcəyə planlı hərəkət edir və çoxsaylı gənc futbolçular sıralarına qatır. Nigeriyadan gətirilən futbolçular da bu sıraya qatacaq. Qarabağın qarşıdakı illər üçün nə addımla attığını görə bilərik. Amma bugün üçün də transfer etmək lazımdır. Bugün Qarabağ komandası çox zəif haldadır. Yəni, həmişə gördüyümüz Qarabağdan çox zəif haldadır. Çünki Çempionlar Liqası həddən artıq yordu. Çempionat artıq demək olar ki, əldən gedib. Kubokda yarım finalda Sabahla qarşılaşacaqlar. Şansımız nə qədərdir, bir qədər sonra bu qədərdə danışacağıq. Ondan öncə daha bir xəbər sizin nəzərinizə çatdırım. Qarabağın keçmiş gənc futbolçu Deniz Edilov Türkiyənin Konecüzü klubunda çıxış edəcək. Bu barədə artıq klub rəsmi məlumatda gəlib. 11 nömrəli formanı geyinəcək
Konya Gücü komandası da uğurlar diləyirik həm yerlimizə. 21 yaşlardan ibarət milli komandamız isə bugün Portuqaliya milli komandası ilə qarşılaşıb və 4-0 hesabı ilə təəssüf ki, məğlub olub. Martın 31-də isə Bolqarıstan səfərinə yola düşəcək milli komandamız və Bolqarıstan milli komandası ilə qarşı-qarşıya gələcək. Hal-hazırda bu videonu çəkdiyim dəqiqələrdə Azərbaycan millisi St. Louis millisi ilə qarşı-qarşıya gəlir. Mehdi Seydar adına Sumqayıt şəhər stadionunda məhz bu oyun baş tutur. Qeyd edim ki, FIFA reytinqində Azərbaycan 125-ci, St. Louis isə 167-ci yerdə qərarlaşıb. Ümid edirəm ki, millimiz qələbə qazanar. Şərhlər bölümündə siz də oyunun nəticəsi haqqında məlumatı ala bilərsiniz, orada qeyd olunub və fikirlərinizi də yaza bilərsiniz. Eyni zamanda qeyd edim ki, dəyərli dostlar, Türkiyə millisi dünən Rumıniya millisini 1-0 hesabı ilə Fərdi Kadıoğlu'nun qolu ilə məğlub elədi və dünya çempionatında C yolu ilə playoff mərhələsinin finalına vəsələ qazandı və Kosova ilə qarşılaşacaq. Mart ayının 31-də Kosovada başlayacaq maçda Türkiyə millisinə uğurlar diləyirik. Ümid edirəm ki, qələbə qazanır, dünya çempionatında vəsələ qazanacaq. Oyun bir oyundan ibarətdir. Türkiyə millisi Kosovanı məğlub eləsə, dünya çempionatında vəsələ qazanır. Bu barədə növbəti videoda danışacağıq ətraflı. Və qeyd etdim bir qədər öncə Azərbaycan çempionluğunu demək olar ki, əldən verib Qarabağ komandası. Kubokunda yarım finalda Sabahla qarşılaşacaq. Çətin bir oyun gözləyir bizi. Bizi deyəndə Qarabağ komandası. Mənim üçün fərqi yoxdur. Sabah yoxsa Qarabağ, hər ikisi bizim komandadır. Qarabağ komandası aprel ayının 3-də öz meydanında Sabahla qarşılaşacaq. Cavab matçı isə Sabahın meydanında 22 aprel tarixində başlayacaq. Kubokun yarım finalında digər cütlük Turan Tovuz Zirə cütlüyüdür. Ayın 3-də Turan Tovuz Zirə ilə qarşı-qarşıya gələcək. 21-də isə Zirə Turan Tovuz matçı başlayacaq və qaliblər finala yüksələcək. Finalda qalib gələn komanda isə təbii ki, Azərbaycan Kubokunun qalibi olub Avropa Liqasına gedəcək. Qarabağ komandası Çempionlar Liqasının şansını əldən verib. Avropa Liqasına getmək üçün Kubokun qalibi olmalıdır. Bunun üçün isə Sabahı və növbəti mərhələdə də Turan Tovuz Zirə cütünün qalibini məğlub etməlidir. Əks halda Avropa Liqasından da kənarda qala bilər, əgər Sabah da Kubokun qalibi olmasa. O zaman Konferans Liqasına gedəcək Qarabağ komandası. Bu isə Qarabağ üçün böyük uğursuzluq olar deyə düşünürəm. Siz nə düşünürsünüz? Bu aprel ayında, dəyərli izləyicilər, Qarabağla Sabah arasında 3 maç başlayacaq. İkisi Kubok oyununda, biri çempionatda. Sizcə bu görüşlərdə kim qələbə qazanacaq? Növbəti verilişimizdə məhz bu barədə danışacağıq. Ona görə kanalımıza indidən abunə olun. Bildirişi açıq tutun ki, həmin o möhtəşəm analiz videosunu da izləyə biləsiniz. Mən isə indi sizinlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.